Salam, hörmətli izləyicilər. Nəzər çatdırım ki, biz Azərbaycan Respublikası Könüllü Nəzər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günlərim biz Göyçayın Çərəkə kəndindəyik. Göyçay rayon Çərəkə kəndində görülən yaxşı işləri təqdim etmək istəyirik. Çünki bizə məlumat verildi. Biz əvvəllər də burada olmuşduq və burada Çərək kəndində, yəni iki kəndi birləşdirən körpü vardı. Körpünün qıraqlarının qəzalı vəsilə olmasına qədər bizə demişdilər. Və biz də bu günlərim artıq məlumat əldə etdik ki, artıq həmin körpü kənarları təmir olunub, çəpərlənibdir, təhlükəsizlik təmin olunubdur. Və bu işdə belə deyək ki, ən böyük zəhməti keçən Göyçay rayon Çərəkə kəndinin bələdiyyə rəhbərliyi, ərazi nümayəndəsi və Asakalar Şurasının zəhmət olmuşdur. Bəli, biz gəldik bura. Artıq gördüyünüz kimi çəkilişi burada həyata keçirdirik və doğrudan da çox təqdirə layiq işdir ki, bax bu körpünün qıraqları çox yüksək səviyyədə çəpərlənmişdir. Yəni qeyd edirlər burada vətəndaşlar, burada hətta bir neçə malqara da bu körpüdən, yəni qırağa bax çəpər olmaqda buradan düşmüşdü. Gəlib gecə vaxtı heyvanlar tələf olmuşdu. Yəni həm insanlar üçün təhlükə vardı, həm buradan keçən avtonəqliyyatlar üçün təhlükə vardı. Çünki doğrudan da belə körpülərin qıraqları mütləq çəpərlənməlidir ki, burada təhlükəsizlik təmin olunsun. Bəli, artıq körpünün kənarları həm təmir olunub, həm çəpərlənibdir. Biz çox sevinirik ki, doğrudan da yerlərdə bax belə iş görən bizim şəxslər var, insanlar var, bələdiyyələr, nümayəndəlik. Və Göyçayın Çərəkə kəndində doğrudan da Asakalar Şurası da var ki, yaradılıbdır. Çox həmişə dəstəkdir bələdiyyə rəhbərliyinə, ərazi nümayəndəliyinə, daima müraciətlər olduqda Asakalar Şurasına onlar da öz köməkliyini göstərirlər. Bəli, mən çəkişi etdikcə doğrudan da fikirləşirəm ki, bizim kaş bütün bölgələrdə, hər bir yerdə bizim bələdiyyələr, bizim ərazi nümayəndəlik yaxşı işlər görsünlər. Çünki insanlar məmurlardan xidmət gözləyir, onlara xidmət etməsini istəyir. Cənab Prezidentimiz İlham Əliyev də daima bütün çıxışlarını qeyd edir, məmur xalqa xidmət etməlidir. Bəli, eşq olsun Cənab Prezidentimiz İlham Əliyevə ki, doğrudan da daima öz xalqına belə deyək, belə yüksək səviyyədə dəyər verir. Biz çox şadıq ki, bu işlər həyata keçirilir və qeyd olundu ki, Çərəkə kənd bələdiyyəsinin və ərazi nümayəndəliyinin daha çox işləri də var. Kənddə, həm Asakalar Şurasının, çünki bu kənddə yol qırağı, yəni işıqlanmalar da var. Biz ona çəkib təqdim edəcəyik inşallah. Biz ictimai olaraq yerlərdə tək negativ hallar yox, eləcə də görülən işləri təqdim etməliyik ki, qoy cəmiyyət görsün ki, bəli, bizim yerlərdə məmurlarımızın bəziləri yaxşı işlər də görürlər xalq üçün, millət üçün. Eşq olsun. Hər kəsə, mən həmişə deyirəm, eşq olsun xalqına xidmət edən bizim gözəl, yaxşı məmurlarımıza. Düşünürəm ki, Çərəkə kəndində işlər davamlı olacaq. Çərəkə kəndində daha çox işlər görüləcək və bu da kənd əhalisinin həmişə daima sevincinə, məhəbbətinə belə deyək ki, layiq olacaq. Çox sağ olun, əziz bizim Çərəkə kənd rəhbərliyi, bələdiyyə, nümayəndəlik, Asakalar Şurası çox sağ olun ki, siz kənd üçün gözəl işlər görürsünüz. Eşq olsun hər birinizə. Var olun.